Çağdaş Təhsil jurnalı 2007-ci ildən bəri Azərbaycanın müxtəlif bölgələrində şagirdlərlə görüşür, təhsilin cəmiyyətin inkişafındakı rolunu təbliğ edir. Eyni zamanda jurnal ömrünü təhsilə həsr etmiş müəllimlərlə görüşlər keçirir, onların həyat hekayələri və gənc nəslə verdikləri töhfələri lentə alır. Çağdaş Təhsil jurnalı fəaliyyət göstərdiyi 2007-ci ildən bəri təhsil sahəsində baş verən dəyişiklik və islahatlarla bağlı şagirdlərlə həm söhbət olub. Təhsilin dövlətin gələcəyi üçün nə qədər önəmli yer tutduğunu onlar aşılayıb. Müzakirələr təkcə bir bölgədə yox, Azərbaycanın ən ucqar dağ kəndlərində, Qazaxda, Qubanın Xınalıq və Gədəbəyin Şınıq kəndlərində aparılıb. 4 ay müddətində ancaq orada gözəl çəkişlər elədik. Ən uzqar kəndlərinə qədər, yardımını Alar kəndinə qədər, Leylikin Zoni kəndinə qədər çəkişlərdə oldum. Orada mən gözəl təqaüddə olan müəllimlərdən sizlərə bir neçəsini deyə bilərəm ki, Allah rəhmət eləsin, Aşırov Kamal müəllim haqqında, neçə illər təhsil şöbəsində işləmiş Kamal müəllim haqqında gözəl çəkiş elədim. Hüseyn ağa müəllim Arvana kəndindən, o cümlədən də Emil müəllim və Tatar müəllim kimi həyatının 40 ildən çoxunu, 50 illə qədərini təhsilə fəda vermiş müəllimlər çəkdim. Nərgiz müəllim kimi müəllimlər çəkdim və hətta neçə illər təqaüddə olmuş və həyatın təhsilə fəda vermiş Mehralı müəllim kimi müəllimi çəkdim, təqdim elədim. Bu dəfə isə Çağdaş Təhsil jurnalı Lirik və Yardımlı bölgəsində olub. Çağdaş Təhsil redaksiyası şəhid övladlarına, fiziki və əqli qüsurlu şagirdlərə, müharibədə iştirak eləmiş birinci qrup əlil övladlarına təmənnasız şəkildə xidmət göstərir.